Salam mənim əziz qardaşlarım, aslanlarım, şirlərim. Necəsiniz? Yaxşısınız? İndi mən sizə vacib olan bir xəbəri çatdırmaq istəyirəm. Mən bu videonu çəkməkdə özümə həqiqətən borc bildim. Ona görə hər bir qardaş, hər bir bacı diqqətli olun və bu dediyimi istəsəz əgər inanmırsınızsa güclü həkimlərlə, professorlarla əlaqə saxlayıb soruşa bilərsiniz. Hansı evə qonaq gedirəm çay çıtlayandan sonra hərəsi bir paçka simişka atır ortaya. Simişka çıtlayırlar, kino baxa-baxa, lato oynaya-oynaya, hər bir şey simişka ilə. Hər evdə elə insan var, qadın xeylalar var ki, bir paçka, iki paçka simişka çıtlayır. Simişka mədəyə xeyirdir. Amma simişkanın ziyan tərəfləri də var ki, mən bunu sizə aydınlaşdırmaq istəyirəm. Simişka mədə ətrafında piylənmə yaradır. Simişka mədə-altı və qaraciyərin piylənməsini yaradır. Simişka qanda güclü laxtalanma yaradır. Tromb yaradır. Ürək damarlarında tıxanma yaradır. Ayaq damarlarında laxtalanmadan tıxanma yaradır. Birazdan ayaqlarımız keyləşəcək. Ürək damarlarında təngənəfəslik yaradacaq. Yəni simişka ziyandır. Mən həmişə simişka çıtlayanda həm öskürək tutub məni, narahatlıq olub. Çünki hamımız kino baxanda biz bunu eləmişik. Amma mən sizə deyirəm ki, ürəyindən əziyyət çəkənlər, xolesterindən, qaraciyər piylənməsindən əziyyət çəkənlər, arıqlamaq istəyənlər, yəni kökəlməkdən kök insanlar vəhşi simişka çıtlanmasın, yeməyin əvəzinə çıtlayırsa ehtiyac yoxdur. Çıtlayın, bir oruç çıtlayın. Daha paçkalarla qoyub qavazı simişka çıtlamaq insanda güclü qanda laxtalanma yaradır. Olmaz. Əgər kim mənim bu sözümə inanmırsa, getsin qardaşım. Kimdən istəyir professorlarla güclü məsləhətləşsin. Bir paçka simişka, bir böyük qaşıq yağı içmək kimi bir şeydir. Olmaz. Trompa qarşı, laxtalanmaya qarşı simişka çıtlamaq olmaz. Bunu xahiş edirəm. Kim qohumlarımızda, kimdə simişka çıtlayan varsa, çatdırın nəzərinə qardaşım. Mən simişka çıtlamağa kres qoydum. Siz özünüz bilərsiniz. Çıtlayacağım bir oruç. O da ki gün orta gündüz vaxtı həyətdə gezəndə. Uşaqlarda, böyüklərdə qurt varsa, qurtu 4-5 günə məhv eləyən məcunumuz da var. Övladı olmayan, faiz aşağı olan, cinsi zəifliyə əziyyət çəkənlər varsa, bu gözəl məcunlardan zakaz eləyə bilər. Prostatın bir nömrəli dərmanıdır. Yaşlı insanlarda da cinsi zəiflik problemini həll edir. Gedəvəy balımız qutarır, amma mayın 25-dən sonra güclü may balı gələcək. Akasiya balı. İstəyənlər nömrəmə zəng vursun. Qalan bal budur. Nömrəm 055 939 54 77.